1918-ci ilin mayında dünya müharibənin qaranlığından çıxmağa çalışarkən bir xalq ayağa qalxdı. Qafqazın bağrında Azərbaycan öz istiqlalına qovuşdu. Bir qrup cəsur insan sözlə, imza ilə bir xalqın taleyini dəyişdilər. Onlar tarix yazdılar. Azərbaycan artıq azaddır. Silahları yox idi, amma inamları vardı. Torpaqlar parçalanmışdı, ancaq qəlblər bir idi. Bir kərə yüksələn bayraq bir daha enməz deyildi o gün. Və bu sözdə bir millət doğuldu. O gün tarix dəyişdi. Şərqdə ilk dəfə bir türk İslam xalqı Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu, sadəcə bir dövlət deyildi. Ayağa qalxan bir millətin səsi, öz taleyini özü yazmaq istəyən bir xalqın nəfəsi idi. 1918-ci 28 may yalnız bir tarix deyil. Bu tarix kimliyimizin, müstəqilliyimizin ilk nəfəsi, qürurumuzun doğulduğu gündür.